Yəqin çoxu tapdı bugünkü bişirdiyim şirniyyat qatlama. Gətirirəm, göstərirəm sizə. Görün nə gözəldir. Bir dənə bura baxın. Görün nə gözəldir. Bax, belə gözəl şirniyyatlar bişirirəm. Buyurun, mənə zakaz eləyə bilərsiniz. Əlaqə nömrəmiz səhifədə var. Qatlama, partlama çörək, qoğal, badambura, yeməklər, hər şey bişirirəm. Əl işlərimi, hamını görürsünüz. Videolarımda yorumları hərdən oxuyuram, yazırlar ki, geyimlərini reklam eləyir. Ürəklərim, buradan üzümü tuturam o insanlara ki, geyimimi reklam eləmirəm, çalışıram təmiz, qəşəng geyinim ki, izləyicilərim də məni sevsin. Adam var, geyimə baxır, əl işimə baxır, hər şeyə baxır. Ona görə mənim səhifəm böyüdür. Ona görə mən reklam eləməyə ehtiyacım da yoxdur. Yazırsınız, özünü reklam edir, mənim ehtiyacım da yoxdur. Yəni, hamı bilir ki, mən balalarım üçün, evladlarım üçün əzab əziyyət çəkib qazanıram, qabağa gedirəm. Dəstək olan mənə dəstək olur, olmayan olmur. Gəlin belə sözlər yazmayaq, özümüzü rüsva eləməyək, başqa ölkələrdən də məni izləyirlər, ona görə dedim. Yaxşılara canım qurban, bəyənin videolarımı, zakaz eləyin, öpürəm sizi, yaxşı ki varsınız.